Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova bugün sizə tam cəbri ifadələrin part 2 hissəsini çəkməyə başlayacağam. Deməli, keçən dərs, yəni part 1-də çox hədli daxil olmaqla danışmışdım. Bu dəfə isə müxtəsər vurma düsturları, ifadənin ən böyük və ən kiçik qiymətinin tapılması haqqında danışacağım. Dərsə keçməzdən əvvəl dərslər barədə məlumat almaq istəyirsinizsə, ekranda gördüyünüz nömrə ilə WhatsApp üzərinə əlaqə saxlaya bilərsiniz. Başlayaq izaha. Deməli, müxtəsər vurma düsturlarından danışacağım birinci. Və ən birinci danışacağım düsturu da iki ifadənin cəminin kvadratı düsturudur. A plus B, yəni mötərizənin kvadratı. İki dənə ifadə burada A ilə B-dir. Bunun cəminin kvadratı düsturu. Açılışı belədir ki, A kvadratı üstə gələk B kvadratı üstə 2AB. Tərifini isə belə vermək olar ki, iki ifadənin cəminin kvadratı, onların kvadratları cəmi, baxın, içərisində, mötərizənin içərisindəkilərin kvadratlarını yazmışam, ortaya toplama işarəsi qoymuşam. Cəmi ilə onların hasilinin iki mislinin cəminə bərabərdir. Baxın, A ilə B-nin hasilini buradan yazmışam, bir də onun iki mislini yazmışam. Ortada da toplama işarəsi qoymuşam. Deməli, bunun adı oldu iki ifadənin cəminin kvadratı. Kvadratı. İki ifadənin cəminin kvadratına aid bir dənə belə bir nümunə göstərmək istəyirəm. Məsələn, 2x plus y, deməli, mötərizənin kvadratı. Açılışı necə olacaq? Baxın, birinci ifadənin, yəni birinci ifadən mənim nədir? 2x-in kvadratı. Yazıram, 2x mötərizənin kvadratı qoyuram ki, yəni hər ikisinə aiddir. Həm 2 aiddir, həm x aiddir kvadrat. Üstə gələk, digər ifadənin kvadratını qoyuram, y-in kvadratı və bir də onların hasilinin, baxın, 2x-la y-in hasilini qoydum. Təzədən onu da 2 misli. O da bərabərdir. 2x-in kvadratı nə edəcək? 4x kvadratı. Üstə gələ y kvadratı. Bu ikini də bu ikiyə vursam, üstə gələ 4xy. Deməli, bu gördüyünüz ifadənin açılışı müxtəsər vurma düsturuna görə bu formada olur. Davam edirəm. İkinci düsturumuz iki ifadənin fərqinin kvadratıdır uşaqlar. Yəni A minus B mötərizənin kvadratı. Açılışı necə olacaq? Yenə birinci və ikinci ifadənin hər birinin ayrı-ayrılıqda kvadratlarının cəmi. Bu səfər ortada çıxmadı deyə çıxılsın 2AB. Çünki niyə? A-nın müsbət adı B-yə vuranda mənfi AB elir. Baxın, ona görə yəni qarşısına mənfi qoyulur. Bir də onun iki misli olduğuna görə 2AB olacaq. Tərifi versək, iki ifadənin fərqinin kvadratı onların kvadratları cəmi ilə onların hasilinin iki mislinin fərqinə bərabərdir. Yəni, bu oldu fərqin kvadratı. Kvadratı. Buna aid bir nümunə göstərəsi olsam, 3y, məsələn, olsun m, mötərizə üstü 2, yəni kvadrat. Bərabərdir. Birincini yazıram və mötərizədə kvadrat formada göstərirəm. Üstə gələk ikincinin kvadratı və çıxılsın birincini vururam ikinciyə, bir də bu hasilin iki misli. O da bərabər olacaq nəyə? 3y mötərizənin kvadratı edəcək 9y kvadratı. Üstə gələk my-in kvadratı və bu 3-ü bu 2-yə vururam, olur 6m, bir də y olacaq. Deməli, bu gördüyünüz ifadənin açılışı müxtəsər vurma düsturuna görə bu formada olmuş olacaq. Davam edirəm üçüncü düsturumuzla. Üçüncü düsturumuz iki ifadənin kvadratları fərqi. Yəni, nə deməkdir bu? A-nın kvadratı çıxılsın B-nin kvadratı. Baxın, kvadratları fərqi deyirəm. Burada cəmin kvadratı demişdim. Burada fərqin kvadratı demişdim. Yəni, birinci fərqi olur mötərizənin içində. Sonra onun kvadratı. Burada isə deyirəm, kvadratlar fərqi. Kvadratlar fərqi.
Açılışı necə olacaq? Buradan təkrarən yazıram. Bu gördüyünüz hədlərin bir dəfə çıxma şəklində mötərizədə göstərirəm. Ortada vurma hasil. Bir dəfə də toplama şəklində mötərizədə göstərirəm. Yəni kvadratlar fərqi iki ifadə üçün A çıxaq B mötərizədə vurulsun A üstə gələrək B formada göstərilir. Bir dənə buna aid nümunə göstərəsi olsam, məsələn, olsun 25 m'in kvadratı çıxılsın 9n'in kvadratı. Uşaqlar, burada baxın. 25 necədir? Yəni nəyin kvadratıdır? 5 kvadratı, bir də m. Bunu m'in kvadratı təbii ki. Bunun ikisini bir mötərizədə yazıram. Baxın, 5m'in kvadratı çıxılsın 9 da 3'ün kvadratıdır da. Onu da yazıram 3n mötərizədə kvadrat. Yəni bu kvadrat həm 3'ə aiddir, həm də n-ə aiddir. Sonra onu düstur formada göstərək. Yəni 5m çıx 3m, bir dəfə fərqi, bir dəfə də 5m, üstə gələ 3n. Uşaqlar, mütləq ortada da hasil işarəsidir. Yəni hasildir bu. Bu da ona aid göstərmək istədiyim nümunə. Davam edirəm 4-cü düsturumuzla. Deməli, 4-cü düsturumuz uşaqlar, iki ifadənin cəminin kubu. Yəni nə deməkdir? A plus B mötərizənin kubu. Baxın, iki ifadənin deməli bu cəmin kubudur. Birinci cəm olur mötərizənin içərisində, sonra isə onun kubu. Açılışı necədir uşaqlar? Birinci həddin kubunu yazıram. A'nın kubu. Sonra birincinin kvadratı, baxın A kvadratı, vurursan ikinciyə, qarşısında da onun 3 misli. Yəni birincinin kvadratı vurulsun ikinci, onun 3 qatı. Ortada da təbii ki toplama işarəsi. Sonra 3-cü etapda nə edirəm? Yenə birincini bu səfər saxlayıram. İkincinin kvadratı. Və qarşısında yenə 3 misli. Bir də axırıncının kubu. Uşaqlar, qarışdırmayaq. Nə dedim? Dedim ki, birincinin kubunu yazdım. Sonra birincini kvadrata yüksəltdim. Vurdum ikinciyə. Baxın, birincini kvadrata yüksəltdim. Vurdum ikinci, 3 mislini də qoydum qarşısına. Sonra isə birincini saxlayıb ikincini kvadrata yüksəltdim. Yenə 3 mislini qoydum qarşısına. Və sonuncunun, yəni ikincinin kubunu yazdım. Oldu iki ifadənin cəminin kubu. Buna aid bir dənə nümunə göstərmək istəyirəm. Məsələn, 3a plus z mötərizənin kubu. Necə olacaq? Düsturda nə demişdik? Birincinin, yəni 3a mötərizənin kubu. Üstə gələk. Birincinin kvadratı, yəni 3a'nın kvadratı vurursan ikinciyə z-ə, qarşısında da onun 3 qatı. Üstə gələk. Yenə 3 misli olacaq. Bu səfər birinci sabit qalacaq. Vuracaqsan ikincinin kvadratına. Bir də üstə gələk ikincinin kubu. Bunu da biraz sadələşdirsək uşaqlar. 3a'nın kubu nə eləyəcək? 3'ü 3 dəfə öz-özünə vuranda 27. A'nı da 3 dəfə vuranda olur 27a kubu. Üstə gələk. Uşaqlar, burada 3a'nın mötərizə kvadratıdır. Yəni bu eləyəcək 9a kvadratı. Qarşısında da bir dənə 3 olduğuna görə nə eləyəcək? 3 vur 9 27 a kvadratı z. Üstə gələk. Bu 3'ü bu 3'ə vururam. Olur 9 a z-in kvadratı. Bir də üstə gəlinsin z-in kubu. Cəmin kubuna görə deməli bu misalımızın burada gördüyünüz ifadənin müxtəsərə görə açılışı, ay uşaqlar, baxın, bu olmuş olacaq. Sonra davam eləyirəm 5-ci düsturumuzla. Deməli, 5-ci düsturumuz fərqin kubudur. İki ifadənin fərqinin kubu. Deməli, buradan da yazaq fərqin kubu. Fərqin kubunda uşaqlar nə olacaq? A minus B mötərizənin kubu. Deməli, birinci ifadənin yenə kubunu yazıram. A'nın kubu. Sonra ortada çıxma işarəsi qoyacağım. 3 vurulsun
birincinin kvadratı vurulsun ikinci. Niyə burada çıxma işarəsi oldu uşaqlar? Çünki bunun kvadrata yüksəldəndə olur a kvadratı. Təzdən onu mənfi b-yə vuranda olur da mənfi a kvadratı b. Bax, ona görə burada mənfi olur. Bir də onun 3 qatı. Üstə gələk olacaq 3a ikincinin kvadratı bu səfər. Bəs niyə burada toplam oldu? Çünki a-nın onsuz da işarəsi müsbətdir. Bu mənfi b-ni də kvadrata yüksəldəndə olur müsbət b kvadratı. A-nı da b kvadratına vuranda olur müsbət bir də onun 3 qatı. Çıxılsın b-nin kubu. Niyə çıxaq oldu? Çünki mənfi ədədi 3-cü dərəcədən qüvvətə yüksəldəndə yenə mənfi edəcək. Deməli, düsturumuz olacaq a kubu çıx 3a kvadratı b, üstə gələk 3ab kvadratı çıxılsın b kubu. Yaxşı, buna aid bir dənə nümunə vermək istəyirəm. Deməli, olsun ki, məsələn, 2m olsun, məsələn, çıxaq 1 mötərizənin kubu. Deyir bunu müxtəsərə görə açaq. Nə edirik? Dedik birincinin kubu, yəni 2m mötərizə kubu. Çıxaq olacaq 3 vurulsun birincinin kvadratı vuraq ikinci. Bax, bu çıxaq olmağın təkrarən səbəbini deyirəm ki, burada mənfidir deyə. Üstə gələk. Yenə 3 vurulsun bu səfər birinci, ikincinin kvadratı, yəni 1-in kvadratı. Bir də çıxaq 1-in kubu. Bunu biraz da sadələşdirsək, uşaqlar, 2m mötərizə kubu nə eləyəcək? 2-ni 3 dəfə öz-özünə vuranda 8, m-i də 3 dəfə öz-özünə vuranda m kubu. Deməli, bura oldu 8m kubu. Çıxaq. Uşaqlar, 2m mötərizənin kvadratı nə eləyir? 4m kvadratı. Onu da 3-ə vuranda edir 12m kvadratı. Sonra üstə gələk. 3-ü 2-yə vuranda edir 6, yanında da olacaq m. Bir də 1-in kubu da edir elə 1. Biri hansı qüvvətə yüksəldirsənsə, yəni edəcək 1. Belə. Deməli, bizim buradakı bu misalımızın müxtəsər vurmaya görə açılışı, baxın uşaqlar, bu olmuş olacaq. Davam edirəm 6-cı düsturumuzla. 6-cı düsturumuzda deməli, iki ifadənin kublar cəmi. Baxın, yəni A kubu üstə B kubu. Buna nə deyirik? Kublar cəmi. Yəni, cəmin kubu ilə kublar cəminin fərqini yadınızda saxlayın. Cəmin kubu deyirsinizsə, birinci mötərizənin içində onu toplayırsınız, sonra o ifadəni kuba yüksəldirsiniz. Kublar cəmi isə uşaqlar, ayrı-ayrılıqda kuba yüksəldilmiş iki ifadəni toplayırsınız. Baxın, kublar cəmi bu deməkdir. Açılışı nədir? A kubu üstə B kubunun açılışı olacaq. A plus B, yəni burada gördüyünüz ifadələrin cəmi vuraq. Birincinin kvadratı, uşaqlar, çıxılsın birincinin ikinciyə hasili. Da burada iki misli olmur. İki misli kvadratlardaydı. Burada yoxdur. Bir də üstə gələk. İkincinin kvadratı. Baxın, bu bunun açılışıdır. Deməli, A kubu üstə B kubunun açılışı nə oldu? Bir dəfə onları toplayırsınız. Bir dəfə də kvadrata yüksəldirsiniz. Bir də hasillərindən çıxırsınız. Buna aid bir dənə nümunə göstərmək istəyirəm. Olsun ki, deyəcək məsələn 27 A kubu üstə C kubun müxtəsərə görə sadələşdirək. Uşaqlar, bu 27 nə deməkdir? 3-ün kubu deməkdir də. Bunu mötərizənin içində 3A mötərizənin kubu kimi göstərə bilərəm. Üstə gələk C-nin kubu. Düsturda biz nə demişdik? Demişdik, birinci hər həddi bir dəfə toplayırıq. Yəni 3A üstə C yazdıq. Sonra nə edirik? Birincinin kvadratı, yəni 3A-nın kvadratı uşaqlar. Sonra çıxılsın 3A-nı vırırıq C-yə, yəni birincinin ikinciyə hasili. Bir də sonuncunun kvadratı, yəni ikincinin kvadratı. Bunu biraz da sadələşdirsək, birinci olduğu kimi qalacaq bura.
Burada 3A-nın mötərizə kvadratı edəcək 9A kvadratı, çıxılsın 3AC üstə C kvadratı. Deməli, belə çıxdı ki, bizim, baxın, burada verdiyimiz bu misal nümunəsini müxtəsərə görə sadələşdirdikdə bu formaya gəlmiş olacaq. Davam edirəm 7-ci düsturumuza. 7-ci düsturumuzda bizdən nə istəyir? Deməli, iki ifadənin bu səfər də kubları fərqi. Yəni, A kubu çıx B kubu. Baxın, iki dənə ayrı-ayrı ifadəni kuba yüksəltmişəm. Onların fərqini istəyir. Deməli, bu nə oldu? Kublar fərqi uşaqlar. Bunun açılışı necədir? A kubu çıxılsın B kubu bərabərdir uşaqlar. Burada çıxmadırsa, deməli, mötərizənin içində bir dənə çıxma olur. Yəni, hədləri bir-birindən çıxırıq. Sonra birincinin kvadratı. Bu səfər çıxma olanda burada toplama olur. Vurulsun birincinin ikinciyə hasili, bir də üstə gələk ikincinin kvadratı. Bu da deməli kublar fərqinin açılışıdır. Buna aid də bir dənə nümunə vermiş olsam, məsələn olsun ki 27 B-nin kubu çıxılsın D-nin kubu. Uşaqlar, da bunu birbaşa göstərirəm. Bayaqki misal oxşayır elə. Bu səfər sadəcə fərqdən istifadə ediblər. Bir dəfə bunu belə çıxırıq. Yəni 3B çıxılsın D. Sonra bir dəfə də bu 3B-ni kvadrata yüksəldəndə olur 9B kvadratı. Üstə gələk 3B vur D. Bir də üstə gəlinsin. Deməli D-nin kvadratı. Və salam. Bu da bizim müxtəsər vurma düsturumuz. İndi isə uşaqlar köməkçi müxtəsər vurma düsturlarına keçək. Mütləq şəkildə bilməlisiniz. Buna aid xeyli sayda misal da işləniləcək. Köməkçi müxtəsər. Deməli, nədir bunlar? Birinci, kvadratlar cəmi üçün. Kvadratlar cəmi üçün. Yəni, A kvadratı plus B kvadratı. Açılışı iki halla verilə bilər. Baxın, yazıram. Kvadrat, kvadratlar cəmi. Birinci üçün, yəni A yazaq da buradan. A kvadrat üstə B kvadratının açılışı belə ola bilər. Məsələn, olsun ki, A plus B mötərizənin kvadratı çıxılsın 2AB. Uşaqlar, niyə köməkçidir bu düstur? Baxın, bunu sizə kənardan bir dənə göstərmək istəyirəm. Bu A plus B mötərizənin kvadratı var bura. Buranı açsam nə qalacaq? A kvadratı üstə 2AB üstə B kvadratı. Bir dənə də çıxaq çöldə bizim 2AB-miz var. Baxın, bu 2AB-lər gedir. Elə qalır A kvadratı üstə B kvadratı. Bir də bu buradakı alındı da gördünüz. Ona görə köməkçi düstur deyirik buna. Amma misallarda çox işimizə yarayacaq bu. Buna aid bir dənə məsələn nümunə göstərsəm, deyəcək ki, tutalım. A plus B şərt verəcək. Ona bərabərdir deyəcək. Sonra AB hasildə məsələn deyəcək -7-yə bərabərdir. Sizdən soruşacaq ki, A kvadratı üstə B kvadratı bərabərdir. Sual, bunu tap. O dəqiqə baxın, toplaman varmı? Düsturda da toplama var idi mi? Var. Hasilim də var? Var. Gətirib yerinə qoyacaq. Buradan yazıram. A kvadrat üstə B kvadratı bərabərdir. Düstura görə atsam, A plus B mötərizənin kvadratı çıx 2AB. Verilən şərtdəki ifadələrdə yerinə qoyuram. A plus B nə verib? 10. 10-u mötərizənin içinə yazıram. Çöldə də 10 kvadratı var. Çıxaq. 2 vurulsun. AB hasilini nə verib? -7. Vuraq. -7. Uşaqlar, 10-un kvadratı edir 100. -2-ni də -7-yə vuranda edir müsbət 14. Cavab da eləyəcək 114. İndi bir dənə də B variantı göstərirəm. O düsturu bir də nə formada verə bilər uşaqlar? Yenə A kvadratı plus B kvadratı. Bu səfər düsturu belə verəcək. A minus B mötərizənin kvadratı plus 2AB. Deməli, onunla bunun arasında fərq nə oldu? Mötərizənin içində çıxma olanda çölündəki toplama olur. Mötərizənin içində toplama olanda çölündəki çıxma olur. Misal nümunəsi də eynən burada olduğu kimidir. Yəni, məsələn, burada A plus B 10 verməyib. İndi bu səfər deyək ki, A minus B məsəl üçün deyirəm də 10'dur. AB hasili məsəl üçün 4'dür.
Deyəcək a kvadratı üstə b kvadratı tap. Necə taparam? A kvadratı deməli üstə b kvadratı nəyə bərabər idi düstura görə? A minus b mötərizənin kvadratı plus 2ab. Gətirirəm a minus b-nin yerinə 10 qoyuram. Olur 10'un kvadratı. Üstə gələ 2 vurulsun a-b'nin yerinə 4 qoyuram. Olur 100. Üstə gələ içində 4'ə vuranda 8, 108. Bu da ona aid sizə nümunə. Sonra köməkçi deməli düsturlarla davam edək. Mən hələ birincisindən danışdım. Yəni birincisini A və B olmaqla 2 yerə ayırdım. İndi davam edirəm ikincisi ilə. İkincisi uşaqlar kublar cəmi üçün. Bir də kublar fərqi üçün. Yəni A kubu üstə gələ B kubu olacaq. Deməli A plus B mötərizənin kubu çıxılsın 3A B mötərizədə də A plus B. Baxın, kublar cəmi üçün sadələşdirilmiş düstur. Eynən bu kvadratlar cəmindəki misallar kimi çıxacaq qabağınıza. Baxın, A plus B-nin qiymətini verəcək, AB hasilini verəcək, gətirib yerinə qoyub tapasınız. Bir də bunun üçüncüsü var. A kubu çıx B kubu üçün versə nə olacaq? Deməli olacaq ki, A minus B mötərizənin kubu üstə gəlinsin 3AB A çıxaq B. Deməli burada plus varsa, baxın burada da toplama olur, burada da yəni A plus B'lər olur. Burada çıxaq varsa, burada da çıxaq olur, burada da çıxaq olur. Belə. İndi biraz bu müxtəsər vurma düsturlarına bir neçə misal nümunəsi işlətmək istəyirəm. Deməli, olsun misal. Bax getməsin deyə birbaşa misal yazdım uşaqlar mən. Deməli, belə bir ifadə veribdir. Baxın, belə bir şərt verib. Deyir ki, bunu sadələşdirək. Deməli, baxıram ki, bir gəlin analiz edək. Birinci tərəf üçün baxıram. 3A çıx 1. Aşağıdan yazıram onu. 3A çıxaq 1. Bir də verib 9A kvadratı plus 3A plus 1. Aşağılar. Bu elə mənim üçün deməli 27A kubu çıxılsın 1'in kubun verəcək. Hardan bildim? Baxın 3A çıxaq 1. Bu 3A'nın kvadratı var. 9A kvadratı. 3A'nı 1'ə vurub, bax o da var toplama işarəsi ilə. Bir də 1'in deməli kvadratı o da var. Mən onda deməli bu kublar fərqin düsturudur. Yəni 27A kubu çıx 1'in kubunu atsaq, elə gələcək bu bunu verəcək. Yaxşı. Bu üçündür. İndi o birisi üçün analiz edək. O birisi nədir? 2A plus 1 4A kvadratı çıx 2A üstə gəlinsin 1. Uşaqlar, bu da bizə verəcək 8A kubu üstə 1'in kubu. Hardan bildim? Baxın. Birinci ifadələrin hər bir həddinin cəmi var. Sonra 2A'nı kvadrata yüksəldiblər. Baxın, o 4A kvadratı. 2A'nı 1'ə vurublar. Çıx 2A. Bir də 1'in kvadratı. Bu da deməli var. Deməli, bu da elə mənim nə hansı düsturum imiş? 8A kubu üstə 1'in kubu. Həqiqətən götürüb bu düstura atsaq, elə bu ifadəni vermiş olacaq. Onda o düsturların yığılmış formada yerinə qoyuram. Deməli, bura üçün, baxın, bura üçün yerinə qoyuram 27A kubu çıx 1. O 2A plus 1 üçün isə 2A plus 1 4A kvadratı minus 2A plus 1 üçün də yazacağım. Həmin ifadənin yerinə 8A kubu üstə 1'in kubu. Burada da kub var. Uşaqlar, ortada da toplama işarəsi var deyib, buradan toplamamı qoydum. Belə. 1'in kubları, yəni gedir, onsuz da 1 eləməkdir o da o, yəni mənfi 1, müsbət 1 gedəcək. 27A kubu indi üstü 8A kubu gələndə uşaqlar nə eləyər? 35A'nın kubu. Məsələn, misalın cavabı budur. Yəni sadələşdirilmiş forması budur. Başqa bir nümunə göstərmək istəyirəm. Deməli, nümunədə bizə deyir. 25'də 16x kvadratı üstə y plus 0,4 çox hədlisi. Y-in hansı qiymətlərində 2 hədlinin kvadratıdır. Neyniyək? Baxın, burada yazıram birinci 25'də 16x'in kvadratı. Uşaqlar, bu nə deməkdir? 5'də 4x mötərizənin kvadratı düzdür? Bəli.
0,4 nə deməkdir uşaqlar? 0,2'nin kvadratı. Düzdürmü? Bəli. Onda deməli mən bunu yığa bilərəm nəyə? 5'də 4 x mötərizənin kvadratı. Hər bir şey yazıram yerinə. Plus y plus 0,2 mötərizənin kvadratı. Bu mənə hansı düstura oxşadır? A kvadratı üstə gəlinsin 2ab üstə gəlinsin b kvadratı. İndi y-in də işarəsini bilmədiyimizə görə belə də ola bilər də a kvadratı çıx 2ab üstə gəlinsin b kvadratı. Yəni ya fərqin kvadratı ya cəmin kvadratına gələ bilər. Onda fərqin və ya cəmin kvadratına gəlirsə, bir dəfə 5'də 4 x çıxılsın 0,2 mötərizənin kvadratı kimi göstərərəm. Bir dəfə də 5'də 4 x üstə gələ 0,2 mötərizənin kvadratı kimi göstərə bilərəm. İndi bunu atsam nə olacaq? 25'də 16 uşaqlar x-in kvadratı çıxılsın. Birincinin ikinciyə hasilinin 2 misli. 2 vurulsun 5'də 4 vurulsun. O 0,2'də 10'da 2 kimi yazıram da kəsrə gəlsin. Sonra bir də üstə gəlinsin 0,4. Baxın, elə həmin yuxarıdakı ifadə alındı da. Burası var, burası da var. Məndən buranı soruşur. Burada y də deməli x də olmalıydı da. Sonra ikincisini yazsam, bu nə olacaq ay uşaqlar? 25'də 16 x-in kvadratı plus 2 vurulsun bir dəfə 5'də 4 x bir də 10'da 2'yə. Bir də axırda 0,4. 0,2 kvadrata yüksəltdi. Deməli mənim y-im nə ola bildi? Y üçün bir dəfə qiymət aldı nə? -2 vurulsun 5'də 4 x vurulsun 10'da 2. Bunu da sadələşdirsəm olacaq, məxrəcləri bir-birinə vursam 50'də 2'nin 4'də 8, 8'də 2 16. 50'də 16 x. O birisi də nə olacaq? Eyni ifadə idi də 2 vurulsun 5'də 4 x vurulsun 10'da 2. O da deməli burada mənfi idi, burada da müsbət 50'də 16 x. Deməli y üçün məndə 2 hal oldu. Biri mənfi 50'də 16 x, biri də müsbət 50'də 16 x. Belə uşaqlar, misalların deməli davamı isə topluda və ya digər vəsaitlərdə də qarşınıza çıxacaq. Testləri işlədikcə, yəni oradan da görə biləcəksiniz. Amma yəni bu dərs izah videolarını bitirdikdən sonra inşallah ki bu tip misalların daha çətin formalarına aid də YouTube video izahları çəkəcəm. Belə başlayaq yeni başlığımıza. Deməli ifadələrin yazaq, ifadələrin ən kiçik, belə görə sizdə ən kiçik qiyməti və ya EBQ ən böyük qiymətinin tapılması. Diqqətlə qulaq asırsınız. Çox mühümdür. Deməli uşaqlar, nə edirik? Birinci növbədə düstur üsulundan izah eləyəcəm. Baxaq, ax kvadrat üstə gəlinsin, bx üstə c. Uşaqlar, buna deyəcəyik kvadratik 3 hədli. Kvadratik 3 hədli. Baxın, 3 dənə həddi var. Kvadrat olduğuna görə birində deyirik kvadratik 3 hədli. Burada uşaqlar, buna deyirik, baxın, birinci gələnə birinci hədd. İkinci gələnə deyirik ikinci hədd. Buna isə üçüncü hədd və ya sərbəst hədd. Niyə sərbəst hədd? Çünki yanında x yoxdur, yəni. Bunlarda var. Bu isə sərbəst c, yəni sərbəst bir ədəddir. Məsələn, bir nümunə kimi göstərsəm, 4x kvadrat üstə gəlinsin 5x plus 6. Baxın, bunların yanında ikisində x var, amma 6 yanında yoxdur, yəni sərbəstdir. Düstur üsulu mənə nə deyir? Düstur usulunda uşaqlar, ən kiçik və ya ən böyük qiyməti tapmağın, deməli, 2 dənə, yəni ayrı-ayrı növü ilə tanış olacaq. Biri, o A-nın, yəni baxın bu qarşıda gələn əmsalın, sıfırdan böyük halı üçün. Biri də 10 sıfırdan kiçik halı üçün. Başlayaq. A bəndi qoyaq.
A olsun sıfırdan böyük. Yəni söhbət uşaqlar, təkrarən yazım. Burada baxın bu A-dan gedir. Bu A. Yəni x-in qarşısında çox əmsal sıfırdan böyük olduqda əvvəlcə onu bilməlisiniz ki, həmin ifadənin ən kiçik qiyməti olur. Deməli, A sıfırdan böyük olanda ə, ç, q olur. Yəni, orada ə, bu q axtara bilmərsiniz. Yəni, ən böyük qiymət axtara bilmərsiniz. Deməli, A sıfırdan böyük olduqda ax kvadratı plus bx plus c üçün biz axtarırıq ən kiçik qiymət. Ən kiçik qiymətdə birinci bunu yazım ki, a vurulsun, x çıxılsın, m mötərizənin kvadratı plus n. Yəni, ən kiçik qiyməti burada göstərir n hərfi. M isə ən kiçik və ya indi a kiçikdir 0 olanda da görəsə ən böyük qiymətə hansı nöqtədə alır onu göstərir. Baxın, ən kiçik və ya ən böyük qiyməti göstərir n hərfi. M isə hansı nöqtədə alır, hansı sözü varsa, x-in hansı qiymətində sözü varsa, nə bilim, indi ola bilər də, belə hansı sözü görürsünüzsə misalların içində ola bilər, yox, yəni olur. Hansı sözü görürsünüzsə, ona m-ni axtarırsınız. Yox, amma sizə desə ki, ən kiçik qiymətini tapın, ən böyük qiymətini tapın, ona n hərfini axtarırsınız. Yəqin ki, aydın. Bəs bu m-la n-nin düsturları nədir? M bərabər olur uşaqlar. Mənfi b bölünsün 2a-ya. B buradakı b-dir, a da buradakı a-dır. Yəni 10 qiymətlərini gətirib düsturda yerinə qoyacaqsınız. N isə bərabər olur 4ac çıxılsın b kvadratı bölünsün 4a-ya. Baxın, n-nin qiyməti də budur. Bu, deməli, a-nın sıfırdan böyük halı üçün idi. Buna aid bir dənə nümunə göstərəsi olsaq, deyəcək ki, məsələn, a kvadratı üstə 2a üstə 5 ifadəsinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini tapın, deyir. Yəni, n-ni axtarır da, n-ni tapın, n. Düsturum nədir? M bərabərdir 4ac çıxılsın b kvadratı bölünsün 4a. Bərabərdir. 4 vurulsun. A-nın yerində uşaqlar, baxın, yanında heç nə yoxdursa, deməli orada bir 1 var. A-nın yerinə qoyuram 1. Hətta buradan aşağıdan göstərim. A 1-ə bərabərdir, B 2-yə bərabərdir, C də sərbəstədir, yəni 5-ə bərabərdir. 4 vurulsun 1, vurulsun 5, çıxılsın. B-nin yerinə nə qoyacam? 2, 10 kvadratı özdə. Məxrəcdə də 4 vurulsun 1. O da bərabərdir. 4-ü 5-ə vuranda uşaqlar nə eləyir? 20 çıxılsın 4 böl 4. O da eləyəcək 16 böl 4 cavab edir 4. Deməli, buradan yazaq. Ə, Q, Q bərabərdir 4. Bəs ay uşaqlar, bu ə, Q, Q-dır da, dedik ən kiçik qiymətdir, düzdür? Bəs sualda indi deyər ki, yenə həmin misalı buradan göstərirəm. Misal. A kvadratı üstə gəlinsin 2a plus 5. Baxın, sualda deyər bu səfər ki, ifadəsi, bu ifadə. Ə, B, Q-nı, yəni ən kiçik qiymət, ən böyük qiyməti, ən kiçik qiyməti A-nın hansı qiymətində alar? Qiymətində alar. Baxın, o n-la m-nın arasındakı fərqi izah eləmək istəyirəm. Burada konkret sizə demişdik ki, ən kiçik qiymətini tapın. Ona görə n-ni tapdınız. Bu misalda nə deyir? Deyir ki, bu ifadə ən kiçik qiyməti A-nın hansı qiymətində alar? Hansı sözü var orada? Deməli, biz m-ni axtarmalıyıq. M-da düstur nə idi? Mənfi b bölünsün 2a. B-nin yerində uşaqlar 2 durur, qarşısında da mənfi olmalıdır. Çünki düsturumuzda mənfi var. Məxrəcdə nə olacaq? 2 vurulsun 1, mənfi 2 bölünsün 2, cavab edəcək mənfi 1. Deməli, bu ifadə A bərabərdir mənfi 1 qiymətində
ən kiçik qiyməti almış olacaq. Fərqi yəqin ki anladınız. Bu A-nın sıfırdan böyük halı üçün idi. Kvadratik üçədlidə A sıfırdan böyük olanda deməli biz axtarırdıq ən kiçik qiyməti. İndi davam edirəm. Deməli, o bayaqcına A variantı demişdim, indi B variantı. Bax, bayaqlarım A-nı sıfırdan böyük demişdik. İndi nə deməliyik? A-nı sıfırdan kiçik və biz dedik ki, A sıfırdan kiçik olduqda, deməli, kvadratik üçhədli EBQ, yəni ən böyük qiymət alır uşaqlar. Həmin kvadratik üçhədlini təkrarən burada göstərim ki, gözünüzün önündə olsun. BX üstə gəlsin C. Yenə düstur eynidir uşaqlar. Fərq yoxdur. İstəyirəm böyük qiymət olsun, istəyirəm kiçik qiymət olsun. Yəni n bərabərdir mənfi B bölünsün K. Düsturumuz yenə eynidir. N də bərabərdir. Deməli 4AC çıxılsın B kvadratı bölünsün 4A. Yəni düsturumuz eynidir. Bu mənfiyə aid bir dənə nümunə göstərmək istəyirəm. Məsələn, sual verəcək ki, qırmızı ilə yazaq. Deməli, sualda deyir ki, mənfi A kvadratı plus 10-a plus 2 ifadəsinin EBQ-sını, yəni ən böyük qiymətini tapın. Qarşısında mənfi var deyə uşaqlar. Qarşısında mənfi olduğu üçün biz ən böyük qiymət axtarırıq. İndi birinci A-nı, B-ni, C-ni göstərək. A-nın qarşısında əmsal yoxdursa orada mənfi 1 var. Yəni mənfi işarə ilə birlikdə götürürsünüz A-nı. Sonra B-nin yerində 10 dayanıb, C-nin də yerində uşaqlar 2 dayanıb. İndi ən böyük qiymətini axtarırsa biz hansı düsturdan istifadə etməliyik? N bərabərdir 4AC çıxılsın B kvadratı bölünsün 4A. Təkrar düsturu deyirəm ki, yaddaşınızda daha yaxşı qalsın. Yazaq. 4 vurulsun. A-nın yerinə qoyuruq mənfi 1-imizi. C-nin yerinə qoyuruq 2-mizi. B-nin də yerinə qoyuruq onun kvadratı. Sonra məxrəcdə də 4 vurulsun, mənfi 1 olacaq. O da bərabərdir. Deməli, 4-ü mənfi 1-ə vuranda mənfi 4, o da 2-yə vuranda mənfi 8 edəcək uşaqlar. Sonra onun kvadratı 100 edəcək. Özdə çıxaq 100 olacaq. Niyə? Çünki bu mənfi mötərizədə deyil. Mötərizədə olmuş olsaydı o mənfi kvadrat ona da aid olardı. Yəni çölündə olsaydı kvadrat. Amma deyil deyə o kvadrat təkcə ona aiddir. Yəni onun qarşısındakına aid deyil. Məxrəcdə olacaq nə? 4-ü mənfi 1-ə vuranda olur, mənfi 4. Yuxarıda olacaq mənfi 8 ilə mənfi 100 eləyəcək mənfi 108. Aşağıda da olacaq mənfi 4. 108-də 4-ə böləndə edəcək 27 və müsbət 27. Çünki mənfini mənfiyə böləndə cavab edəcək müsbət. Deməli, bu ifadənin EBQ-sı 27 olmuş olacaq. Bəs sualı bir də sizə bu formada versə. Misal. Deyəcək ki, həmin ifadəyə yazıram. Plus 10A plus 2. 10A. Üstə gələk ki, deyəcək ifadəsi A-nın hansı qiymətində ən böyük qiyməti alar. Hansı sözü varsa demişdi, nə indi düstur? N bərabərdir, mənfi B bölünsün 2A. Deməli, bizim B hərfimizin yerində 10 durur. Qarşısında da mənfi var. Düsturun mənfisidir o. 2, A-nın da yerində uşaqlar nə dururdu? Mənfi 1. Mənfi 10-u mənfi 2-yə böləndə nə verəcək? Müsbət 5. Deməli, bizim bu ifadə ən böyük qiyməti uşaqlar A-nın 5 qiymətində alır. O nə deməkdir? Yəni 5-i gətirib A-nın yerinə qoyun. Olacaq mənfi 5-in kvadratı 25. Üstə gələk 10 vurulsun 5, üstə 2. Mənfi 25, üstə gələk 50 plus 2, o da eləyəcək 27. Baxın, bayaq tapdığımız orada 27 ilə həmin 27-dir. Yəni onu gətirib, o M hərfinin qiymətini tapırıq. Onu gətirib bu ifadədə yerinə qoyanda, siz ifadənin indi qarşısındakı işarədən asılı olaraq da, yəni bu işarədən asılı olaraq ən böyük qiymətin ya da ən kiçik qiymətini tapmış olursunuz.
Belə. Buna aid bir neçə dənə də nümunə göstərək, yavaş-yavaş mövzunu bağlayaq. Yazaq misalı. Deməli uşaqlar, belə bir ifadə verib 4x kvadrat üstə 9y kvadrat üstə 6y üstə 4x üstə 3 ifadəsinin ƏÇQ-sını tapaq. Nə deməkdir? Əvvəlcə, baxın, orada bir 4x kvadratı görürəm. Bu tip misallarda müxtəsəri çox yaxşı bilməlisiniz. Yəni, o müxtəsərə yığılacaq o düstur. 4x kvadratı, x-ları bir tərəfə yığıram, üstə 4x. Sonra buradan yazıram 9y kvadratı üstə 6y, y-ləri də bir üzə yığıram. O plus 3-ümü də burada saxlayıram. Bu mənim nə verəcək? Baxın, müxtəsərə tamamlasam, nəyimə idi? Bu 4x kvadratı 2x-dir. Bu 4x-də 2 vurulsun 2x-də, yəni hasinin 2 misli. Deməli, burada bir dənə 1 olub da. Yəni, bir dənə 1 olub. Üstə bura 1 gəlirəm, həmin 1-də çıxıram. Toplayaq. Burada 9y kvadratı uşaqlar nədir? 3y. 2 vuraq 3y, o da budur. Bax, birincinin ikinci 1 olubdur ki, ona vurub hasinin 2 misli 6y olub. Deməli, burada da bir 1 olub. Bir də çıxıram həmin o 1-i. İndi bu artıq aşağıdakıları silirəm. Müxtəsərə elə bil gətirdim düsturu. Diqqətlə baxsaz. Bura mənim üçün. Bu rənglədiyim yer mənim üçün nəyi verəcək? 2x plus 1 mötərizənin kvadratı. Sonra, bəs yaxşı, bu rənglədiyim yer. Baxın, bura. Bura mənim üçün nəyi verəcək? 3y plus 1 mötərizənin kvadratı. Toplama ortasında. Burada bir dənə mənfi birim qaldı. Burada bir dənə mənfi birim qaldı. O yazıram mənfi 2 üstə axırdakı 3-ü. O da bərabərdir. Artıq ifadəm belədir. 2x plus 1 mötərizənin kvadratı, 3y plus 1 mötərizənin kvadratı, bir də mənfi 2 üstə üçgəndə müsbət 1 bərabərdir. Uşaqlar, 2x plus 1 ifadəsi. Ən kiçik qiymət uşaqlar, kvadrat ən kiçik qiyməti nədə ala bilər? Yəni, bunun yerinə siz nə qoyursunuzsa qoyun, bu kvadrata yüksəldəndə getdikcə o böyüyəcək də, yəni müsbətə doğru gedəcək. Deməli, onun ən kiçik qiyməti sıfıra gedir. Sıfırdır. Yəni, sıfırdan balaca, orada ən balaca ədəd ödəmiş. Bütövlükdə o ifadə sıfıra gedir. Onda birinci tərəf olacaq sıfırın kvadratı, üstə gələk. 3y plus 1 mötərizənin kvadratının ən kiçik qiyməti nədir uşaqlar? 0. Yəni, sıfırdan balaca. Orada heç bir qiymət ala bilməz. Getdikcə çünki kvadrata yüksəltdiyinə görə müsbət ədədə gedir. Onda olacaq bu da 0-ın kvadratı, bir də plus 1. 0 üstə 0 üstə 1 olur 1. Deməli, bu göstərilən bu ifadənin ən kiçik qiyməti 1-dir. Mən onu necə aldım? Müxtəsərə tamamlamaqla bu hissəyə bir neçə dəfə qulaq asın. Bir neçə dəfə dinləyin ki, daha möhkəm yadınızda qalsın. Sonra başqa bir nümunə də vermək istəyirəm. Belə bir ifadə verib uşaqlar bizə. X kvadrat üstə 8x plus 23 mötərizənin kvadratı çıxaq 28 ifadəsinin ən kiçik qiymətini tapaq. Uşaqlar, birinci burada bir deməli kvadratik üçədlinin mötərizə kvadratı var. Mən həmin ifadə üçün hələ ki ən kiçik qiymət axtarıram. X kvadratı plus 8x plus 23-ün qarşısında əmsalı müsbətdir deyə ən kiçik qiyməti deməli A böyükdür də 0-dan, yəni x böyükdür 0-dan, yəni əmsal böyükdür də. Deməli, onda burada nə olur? Burada A yəni böyükdür 0-dan, A 1-dir, B 8-dir, C də 23-dür. Onda burada ən kiçik qiymət necə tapılacaq? Düsturumuz nə idi? Deməli, 4AC çıxılsın B kvadratı, məxrəcdə də 4AC. Gətirib yerinə qoysam, 4 vurulsun, 1 vurulsun 23, çıxılsın 8-in kvadratı. Aşağıda da 4 aydı. 4 vurulsun 1. O da eləyəcək. Deməli, 4-ü 23-ə vuranda 92, 92-dən də deməli 64 çıxanda 28.
Aşağıda da 4, 28 4-ə böləndə 7. Baxın, bunun içi üçün içindən danışırıq. İçi üçün ən kiçik qiymət 7-dir. 7 indi oran kvadratı da var. Mötərizənin kvadratı çıxaq 28. 49-dan da 28 çıxanda edəcək 21. Deməli, bu ifadənin iç tərəfi üçün ən kiçik qiymət 7 oldu. Sonra çölündə kvadrat var idi deyə 7-nin kvadratını tapdım. Etdi 49. 49-dan da bu çöldəki 28 çıxanda cavab etdi 21. Deməli, bütövlükdə o böyük ifadə üçün ən kiçik qiymət 21 etmiş olacaq. Sonuncu bir misal nümunəsi ilə də mövzunu bağlayıram. Deməli, uşaqlar, yenə belə bir ifadə verib. 3x kvadratı plus 2 mötərizənin kvadratı, y kvadratı minus 6 mötərizənin kvadratı plus 19. Mənə deyir ki, bu ifadə üçün ən kiçik qiyməti tapaq. Birinci ayrı-ayrı. Baxın, bunlar üçün hələ ən kiçik qiymətləri axtarmalıyam. Baxın, bunlar üçün. Nə edirəm? Birinci üçün baxıram. Aşağılar 3x kvadratı plus 2. Bunun ən kiçik qiymət nədir? Tez deməyiniz 0-dır. Yəni, bu bütövlükdə 0-a gedir. Nətər 0-a geçsin? Bunu həll eləsəm, 3x kvadratı plus 2 bərabərdir 0 desəm, 3x kvadratı bərabərdir mənfi 2. Yəni, kvadratda 3-ü nəyin kvadratına vursam mən mənfi 2 eləyə bilər. Deməli, burada 0-a birbaşa getmə yoxdur. Yəni, ola bilməz bu. Onda niyə inirik? Yadınızda saxlayın. O kvadratın, yəni x-in üstündə kvadrat varsa ayrıca, yəni x-in üstündə ayrıca kvadrat varsa, təkcə x-i 0-a bərabər qoyursunuz və o 0 gətirib yerinə qoyarsınız. Olacaq 3 vurulsun 0-ın kvadratı üstə 2. O da eləyəcək 2. Deməli, bu ifadənin, yəni söhbət 3x kvadratı plus 2-nin ən kiçik qiyməti hələ ki 2-dir. Sonra o 2-nin nəyi var uşaqlar orada kvadratı? Yəni 2-ni kvadrata yüksəldirəm, çöldəki kvadrata. Üstə gələk. İndi keçirəm bu tərəf üçün. Y kvadratı minus 6-nı. Bunu 0-a çevirən qiyməti nədir? 0-a bərabər eləyirəm. Olur y kvadratı 6. Yəni bunu 0-a çevirən qiymət var da. Y kvadratın yerinə gətirib 6 qoyasınız. 6-dan 6 çıxanda 0. Deməli bu ifadə 0-a gedir. Yəni üstə gələ 0-ın kvadratı. Plus çöldəki 19. 2-nin kvadratı 4 edir. Üstə də 19 gələndə olur 23. Deməli, o böyük ifadə üçün ən kiçik qiymət uşaqlar 23-ə bərabər oldu. Belə, izah bitdi. Ümid edirəm ki, faydalı olacaq sizin üçün. Növbəti izahlarda inşallah görüşərik. Bu tip sualların daha çətinləri ilə də uşaqlar dərs izahları bitdikdən sonra videolar sizin üçün çəkəcəm. Özünüzə yaxşı baxın. Kanalı bəyənib abunə olmağı unutmayın. Allah əmanət olun. Növbəti izahlarda görüşərik. Hələlik.